Salam hörmətli izləyicilər, sabahınız xeyirli olsun. Dekabr ayının 9-da səhər Şollunun yanından bu görüntüləri qeyd eləmişdim. Ancaq onda günəş hələ dağdakı qarı işıqlandırmamışdı. Günəş şüalarının təsirindən dağın qarı bərk vurur. Qar çox yoxdur, ancaq ağartını görüb yenə təsəlli alırıq. Günlərin qısalmasının son həddidir. Bugün sabah çillədir. Günəş biraz bundan əvvəl o zirvənin arxasından geçirdi. Hava aydın olsa da günəşi görmürdük. Artıq üzüm bizə göstərdi. Elə yüksək təpə zirvə yoxdur ki, bugün günəşin qarşısını kəsə bilsin. Nəsirvaz kəndinin qoyun sürüsü də getdi ürüşə. Ürüşə deyirəm, örüşə. Dərənin yamacı ilə üzü yuxarı gedir. Orada biraz ehtiyatlı olmaq lazımdır. Yuxarıda texnika işləyəndə daşları dirilədirdi. Bəziləri gəlib ilişib çolda qalar, sonra gələr. Qoyun sürüsünün ortasından geçsə, onun 5 dənəsini daş vurar. Səhərki videomuzda Ultra HD idi. Bu da Ultra HD'dir. Uzun uzat çəkə bilməyəcəm. Ultra HD'də 2-3 qat həzm artıqlığı olur. Son zamanlar internetdə məhduddur. İnternet paketimiz də sona çatmaq üzrədir. Wi-Fi şəbəkəsindən də istifadə edə bilmirik. Bir videonu yükləmək üçün günlərlə gözləmək lazım olur. Ödədiyimiz məbləğ qarşılığında bizə internet verilmir. Məktəbimizə Araz net interneti gəlib, hər şeyi çəkiblər xətti. Bir quraşdırmalar qalır. Görək o sürətli olsa, biz də evə həmin internetdən sifariş eləyərik. Salamat qalın, növbəti videolarda görüşək.